Bugün Gəncə şəhər Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq Sevinç Məmmədova şəhid anası 92-ci ildə Kəlbəcərdə şəhid olmuş Qurban Rəhim oğlunun anası Nahidə ananın yanındayıq. Onun ziyarətinə gəlmişik və indi ana ilə müsahibə götürürük və ananı dinləmək istəyirik. Bugün çərşənbə günüdür. Su çərşənbəniz mübarək olsun Nahidə ana və istəyirik ki, sizlə bağlı, sizin oğlunuzla bağlı xatirələrinizi eşidək, dinləyək sizi. Çox sağ olun, xoş gəlibsiniz. Sizinlə bayram, sizin də çərşənbəniz, su çərşənbəniz mübarək olsun. Qarşıdan gələn bayramlarınızı təbrik edirəm. Allah bol-bol ruzu bərəkət, sağlam can versin. Çünki sağlam can olan yerdə vətənə xidmət etmək çox da qəşəng olar. Allah sizi qorusun. Çox sağ olun. Hamımızı qorusun. Necə belə baharlara qarşılayasınız, çıxasınız? Prezidentimizi qorusun. Çünki prezident sayəsində vətənimiz, torpağımız yağı düşmanlardan azad oldu. Bizim igidlərin vasitəsilə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla olsun, yerləri cənnət məkan olsun. Amin. Ruhları şad olsun. Nə qədər qazilərimiz, veteranlarımız var. Allah onlara sağlam can, uzun ömür qismət eləsin. Bol-bol ruzu bərəkət. Çox sağ olun. Bizlərə səbir dözüm versin Allah. Amin. Bir də belə ağrı acılı günləri millətimizə heç vaxt qismət eləməsin. Amin gözüm. Amin inşallah. Mən də çox sevinirəm ki, belə şəhid ailələrini yad eləyib gələnlər var. Şəhidləri hörmət qoyub, şəhidlərin adını üstələnlər var. Allah Azərbaycanımızı var eləsin. Belə xanımlarla biz fəxr edirik. Biz də sizlə Çox sağ fəxr olsunlar. edirik. Çox Sizin sağ olsunlar. oğlunuz kimi vətənpərvər, canlı vətən uğrunda sipər eləyən oğlanlarınızla fəxr edirik, qürur yerimizdir. Məqamları uca, məkanları cənnət olsun. İnşallah ki, onsuz da Allahın uca məqamındadılar, ruhları şad olsun geridə buraxdıqlarından, uğrunda həlak olduqları vətən sarıdan həmişə ruhları şad olsun. Mən bir sözlə deyə bilərəm ki, əgər bu çəkiliş prezidentimizə çatarsa, prezidentimizdən çox xahiş edirik. 90-cı ilin bütün şəhid olan oğlanlarına qəhrəman adı, Azərbaycan bayraq ordeni adı və yaxud da başqa adların verilməsində bizə yardımcı olsun, bizi sevindirsin. Bala itirmişik, heç olmasa o adla biz sevinib yüksələrik. İnşallah. Amin İnşallah. Allah bizim Ali Baş Komandanı, möhtərəm prezidentimizi, dövlətimizi, dövlətçiliyimizi var eləsin. Bizim ordumuzu, bax bu dəqiqə qarda, boranda, səngərlərimizdə keşiyimizi çəkən dövlətin, millətin, vətənin bütövlüyünün sərhəddə keşiyini çəkən əskərlərimizin can sağlığı, dözüm və bəli, bu məqamın qorunmasında, onların məqamının sonra vətənpərvərliyinin yüksək olmağını həmişə arzulayırıq. Belə gənclərimizin çox olmağını arzulayırıq. İnşallah. Bir də xanım bağışlayın, bir də xanımlar sizdən çox razı qalardım. Təyyar müəllimi də bir yada salaq. O da çox sağ olsun. Təyyar müəllim elə bir yönəldibdi və mənə sizinlə görüşmək haqqında sizin adres, telefon nömrənizi və sizlə tövsiyə edibdi, tapşırıq edibdi ki, mən sizlə əlaqə saxlayayım və görüşüm. Biz də canla başla Ziyafət xanımla birlikdə onun tapşırığının yerinə ürəklə, yəni ki, bu bizim, necə deyim, arzumuz olaraq üst-üstə düşür ki, Təyyar müəllimin o tapşırığı biz yəni ürəklə bu tapşırığa etdik və sizi də görməyimizə çox şad olduq. Bizə necə deyim, fəxrdir ki, sizin kimi analarla görürük və belə fəxrimiz olan belə oğulları yad edirik. Hər zaman ürəyimizdədirlər. Çox sağ olun. Mən də sizdən fəxr edirəm ki, bizim belə qadınlarımız var. Çox siz sağ olun. Şəhid ailələri yada salın. Allah can sağlığı versin sizə. Çox sağ olun. Siz də sağ olun.